Şagirdlər, bugünkü dərsimizdə molekulyar kinetik nəzəriyyənin ikinci hissəsinə uyğun nümunə testlərin izahına baxacağıq. Verilmiş birinci sualdan başlayaq. Verilmiş kütləvi atomun ideal qazın həcmi 2 dəfə azaldı, molekulyar orta kinetik enerjisi isə 3 dəfə artdı. Nəticədə qazın təzyiqi. Deməli, orta kinetik enerjimiz 2'dən 3 KT düsturu ilə hesablandığı üçün orta kinetik enerjinin 3 dəfə artması temperaturun 3 dəfə artması deməkdir. Yəni temperaturumuz 3 dəfə artıb, həcmimiz isə 2 dəfə azalıb. V olub V bölü 2. İndi bizim Klaperon tənliyinə əsasən PV bölünsün T bərabərdir konstant düsturuna əsasən P-ni təyin eləsək T vur konstant bölünsün V ifadəsini alarıq. Həcm 2 dəfə azaldığı üçün təzyiq 2 dəfə artar, temperatur 3 dəfə artdığı üçün təzyiq 3 dəfə artar. Nəticə etibarən bizim təzyiqimiz 6 dəfə artar. Doğru cavabımız A variantıdır. Növbəti sualımız, eyni temperaturda etan moleküllərinin orta kvadrat sürəti propan moleküllərinin orta kvadrat sürətindən neçə dəfə böyükdür? Deməli, orta kvadratik sürətin düsturu 3RT bölünsün böyük M-dir kök altında. Yəni, molyar kütlənin kök altı tərs, temperaturla düz. Temperaturu sabit saxlayır, molyar kütlələr fərqlidir. Ona görə də V etan bizə deyir ki, etan molekülünün orta kvadrat sürəti propandan neçə dəfə böyükdür. V etan bölünsün V propan bərabərdir kök altında M propan bölünsün M etan. O da bərabərdir kök altında propan 42'dir, etan 28'dir. 14'e ixtisar eləsək kök altında 3 bölünsün 2 ifadəsini alarıq. Doğru cavabımız olar A variantı. Növbəti sualımız 3P bölünsün 2YK. Mən P'nin yerinə 3P bölünsün 2YK üstü xətli. P'nin yerinə NKT yazaram. Kinetik enerjində yerinə 2'dən 3 KT yazaram. KT'lər gedər, 2'lər, 3'lər gedər, qalar N konsentrasiya. Doğru cavabımız B variantıdır. Növbəti sualımız M0V üstü xətlinin kvadratı bölünsün 3K. Deməli, biz buradan V üstü xətlinin yerinə, V üstü xətlinin kvadratının yerinə 3KT bölünsün M0 ifadəsini yazarıq. Bölünsün 3K. İxtisarlar olunur, qalar sadəcə T. Onlar doğru cavabımız mütləq temperatur. Növbəti sualımız, yəni V'nin düsturunu kənarda da yazın. Kök altında 3KT bölünsün M0 düsturumuz var. Kinetik enerjinin düsturundan alınır. Bu düsturda da kvadrat olduğuna görə kökü yazmadıq. Növbəti sualımız 3KT bölünsün V üstü xətlinin kvadratı. 3KT bölünsün V üstü xətlinin kvadratı. Yenə də V üstü xətlinin kvadratının yerinə yazaram 3KT bölünsün M0. 3KT'lər gedər, qalar M0. M0 da bir molekulun kütləsidir. Doğru cavabımız A variantıdır. Növbəti sualımız vahid sualıdır. Newton bölünsün metr kvadratı paskalın yerinə yazaram. Bölünsün metr kubu vurulsun, Newton vurulsun saniyə. Qalar metr böl saniyə. Bu isə bizdən ötürü sürətin düsturu vahidi olacaq B variantı. Növbəti sualımız hansı qrafik ideal qazın təzyiqinin qazın sıxlığından asılılığına uyğundur? Qaz molekülünün orta kvadrat sürəti dəyişmir. Təzyiqimizin düsturu var idi. 3'dən 1 M0N V üstü xətlinin kvadratı. M0N bizdən ötürü rho'ya bərabər olduğuna görə biz o düsturu belə yaza bilərdik. 3'dən 1 rho V üstü xətlinin kvadratı. V üstü xətlinin sabit olduğu üçün onda bizim təzyiqimiz sıxlıqla necə asılı olar? Düz mütənasib asılı olar. Doğru cavabımız B variantıdır. Növbəti sualımız sabit kütləli ideal qazın halının dəyişməsini təsvir edən AB proses zamanı qaz molekülünün orta kvadratik sürəti. Deməli, orta kvadratik sürətin düsturunu belə yazacağıq. Kök altında 3PV bölünsün kiçiyə. Burada kütləmiz sabitdir. Qrafikə əsasən baxırıq ki, V'miz də sabitdir. Onda V təzyiqlə kök altı düz asılıdır. Təzyiqimiz 4 dəfə artdığı üçün sürətimiz 2 dəfə artar. Doğru cavabımız 2 dəfə artar B variantıdır. Növbəti sual. Dəmir materialdan olan bərk cisim 20 dərəcə Celsius temperaturlu suya daxil etdikdə sistemin qararlaşmış temperaturu 60 dərəcə olmuşdur. Baxın, dəmir cismi suya salırıq, suyun temperaturu 20 idi, qalxır olur 60. Demək ki, dəmir cismin temperaturu daha yüksəkmiş. Yəni, dəmir cisim öz temperaturunu suya verib, özü isə neyiniyib? Azalıb. Yəni, bərk cisim soyuyub. Bərk cisim soyuyarkən
sıxılma baş verir. Sıxılarkən molekullar arasındakı məsafə azalır və həcmimiz də avtomatik neyəcək? Azalacaq, çünki cisim sıxılmış olacaq. Doğru cavabımız 2-5-dir, D variantıdır. Burada yazıram, bərk cisim soyuyur. Soyuyan cisimlərdə soyuqdan sıxılır, molekullar arasındakı məsafə azalır. 41-ci sual, qablarda eyni temperaturlu, yəni temperaturumuz sabitdir. Helyum və neon qazlar vardır. Qaz molekulları orta kinetik enerjilər. Orta kinetik enerjimiz 2-dən 3 KT düsturuna əsasən yalnız temperaturdan asılıdır. Ona görə də orta kinetik enerjimiz dəyişməyəcək. Yəni onlar bir-birlərinə bərabər olacaqlar. Gəldik ki, orta kvadratik surətə, o isə kök altında 3 RT bölünsün böyük M-dir. Molyar kütlə ilə tərs asılıdır. Baxırıq ki, helyum qazın molyar kütləsi azdır, neon qazı isə çoxdur. Ona görə də V1 V2-dən böyük olacaq. Yəni V1 böyükdür V2. Doğru cavabımız Y1 bərabər Y2, V1 böyükdür V2, D variantındadır. Növbəti sualımız, sabit təzyiqdə ideal qazın həcmi mütləq temperaturuna asılıq qrafiki verilmişdir. Hansı hissələrdə qazın kütləsi artır? Mən düstur yazacağım. PV bölü T bərabərdir. M bölünsün MR düsturun. İndi biz temperaturu sabit saxlasaq, yəni 4-1 və 2-3 prosesində temperaturu sabit saxlasaq, kütləmiz həcmlə düz mütənasib asılıdır. Təzyiq onsuz da sabitdir, təzyiqdən işimiz yoxdur. Deməli ki, kütlə artır. Kütlənin artması üçün həcm artmalıdır. Ona görə də bizdən ötürü 4-1 prosesi, yəni həcmlə kütləmiz düz asılı olduğuna görə həcm artdığı üçün kütlə artır. Olur, doğru cavabımız 4-1 prosesi. Sonra gəlirik həcm sabit olanda. Həcmi sabit saxlasaq, kütləmiz temperaturla tərs asılıdır. Ona görə də temperaturun azalması kütlənin artmasıdır. O da temperaturun azalması 3-4 prosesinə uyğundur. Həcm sabit olanda temperaturla kütlə tərs asılı olur. Ona görə də temperaturun azalması kütlənin artmasına uyğundur və o 3-4 prosesidir. Doğru cavabımız 4-1-3-4. Doğru cavab Y variantıdır. 13-cü sual. Verilmiş ideal qaz bir halından 2 halına keçdikdə qazın sıxlığı və qaz molekullarının konsentrasiyası necə dəyişər deyir. Deməli, şagirdlər P ilə T düz mütənasib asılı olanda həcm sabit qalmalıdır. Biz baxırıq ki, bax, bura bir dənə 1 yazıram. Çünki bu qrafikin üzərindəki bütün təzyiqlər, həcmlər hamısı eynidir. Və buradan belə bir izobar keçidi qoyuram. 1-dən 2-yə. İndi baxın, 1-2 prosesi zamanı, bax, 1-2 prosesi zamanı təzyiqi sabit saxladıq. Təzyiq sabit saxlayanda temperaturla həcm düz asılıdır, konsentrasiya ilə, sıxlıqla isə tərs asılıdırlar. İndi 1-dən 2-yə gəldikdə temperaturumuz artıb. Temperatur artıbsa konsentrasiya azalıb, sıxlıq azalıb, həcm də artıb. Doğru cavabımız azalar olacaq, B variantı. Növbəti sual, yəni biz bunu bucaqla da həll edə bilərik. Mənə görə ən uyğun variantı budur. Sonra, qablarda eyni kütləli və temperaturlu helyum qazı vardır. K kranını açdıqda qablarda təzyiq necə dəyişir? Temperatur sabit olduğu üçün təzyiqlə həcm tərs asılıdır. Buradakı təzyiqi P desək, onda buradakı təzyiqimiz 2P olacaq. Çünki 2V-dən V-yə gedəndə həcm 2 dəfə azaldığına görə təzyiq 2 dəfə artar. Qərarlaşmış təzyiqimizin düsturu artıq oldu belə. 2PV üstə gəlsin 2PV bölünsün 2V üstə gəlsin V. Bu eləyəcək 3-dən 4P. Bunu da mən 1/3-də 1P yaza bilərəm. İndi baxın, burada 1P idi, oldu 1/3-də 1P. Yəni bu hissədə təzyiq artdı. Burada isə 2P idi, 1/3-də 1P oldu. Burada isə təzyiqimiz nədir? Azaldı. Ona görə birinci qabda artar, ikinci qabda azalar. B variantıdır. Doğru cavabımız. Növbəti sual. 16 litr həcmli balondakı 2,8 qram azot qazının təzyiqi 9 kilopascal olarsa temperaturu nə qədər olar? Deməli, biz düsturumuzu PV bərabərdir. M bölünsün MRT düsturundan istifadə edəcəyik. Bizə temperatur lazımdır. PV böyük M bölünsün MR bərabərdir. P'miz 9 vurulsun 10 üssü 3'dür. 16 vurulsun 10 üssü -3 V'dir. Molyar kütləmizdə 28 qramdır. Da kütləni dəyişdirməyəcəm. Bölünsün 8 vurulsun 2,8.
Deməli, 8-dən 16 ixtisar olanlar 2, 10 üstü üçləri getdi. 2,8 28-dən ixtisar olan 10 qalar, 9 qaldı. Burada bir də 2. Oldu doğru cavabımız 180 Kelvin. A variant. Növbəti sualımız vermişlər. İdeal qazın təzyiqinin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Qazın həcmi hansı ifadə ilə təyin olunur? Bax, mən yazıram. PV bölünsün T bərabərdir nu R. Mən həcmi axtarıram. Həcmimiz bərabər olacaq. Nu R vurulsun T bölünsün P. T bölünsün P-ni düzbucaqlı üçbucaqdan tapacaq. T bitişik kat etdi, P qarşıdakı. Yəni bu kotangens alfadır. Ona görə cavabımız olacaq. Nu R vurulsun kotangens alfa. Doğru cavabımız D variantıdır. Onun nu R bölünsün tangens alfada yaza bilərik. Elə bir cavabımız yoxdur. Gəldik 30-cu sualımıza. Həcm eyni, yəni 2 dənə qabda həcmlər eynidir. Ondan sonra kütlələr eynidir və temperaturlar eynidir. Mən düstur yazıram. PV bölünsün T bərabərdir. M bölünsün MR. Yəni bizim P'miz molyar kütlə ilə tərs asılıdır. Yəni bunu birinci qab qəbul eləyək, bunu ikinci qab qəbul eləyək. Onda P1 bölünsün P2 bərabərdir. M2 bölünsün M1. M2'miz 20'dir. M1'imiz 4'tür. Elədir 5. İndi biz P2'ni, yəni ikinci qabdakı təzyiqi P qəbul eləsək, onda birinci qabdakı təzyiqimiz 5P-dir. İndi gəlin, kranı açandan sonraki ifadəmizdən danışaq. Həcmlərimiz V idi. Qərarlaşmış təzyiqimiz P qərar bərabərdir. Yazacağım. 5PV üstə gəlinsin PV bölünsün V üstə gəlinsin V. O da eləyəcək bizdən ötürü 6PV bölünsün 2V, o da eləyəcək 3P. İndi baxaq, burada bayaq birincidə 5P idi təzyiqimiz, indi oldu 3P. Burada isə təzyiqimiz P idi, oldu 3P. Birinci qabda təzyiq azaldı, ikinci qabda isə təzyiqimiz artdı. Ona görə də birinci balonda təzyiq artar, yanlışdır. İkinci balonda təzyiq azalar, yanlışdır. Birinci balonda təzyiq azalar, doğrudur. İkinci balonda təzyiq artar, doğrudur. Doğru cavabımız 3, 4 olacaq. Növbəti sual. 700 kilopascal təzyiqdə vermişlər. İdeal qazın tutduğu həcm 4 litrdir. Başlanğıcında həcmimiz var. Qazın həcmi izotermik olaraq 1 litr artdıqda molekulanın konsentrasiyası 10^-26 metr kubu oldu. Metr-3 olmuşdur. Qazın temperaturu neçə Kelvindir? Deməli, mən P bərabərdir, P1 bərabərdir. NKT1 düsturundan istifadə edərək T1'i tapmaqdan ötürü belə yazacağım. P1 bölünsün M1K. İndi bizim temperaturumuz sabit olanda konsentrasiya ilə həcmimiz tərs asılıdır. M1 böl N2 bərabərdir V2 böl V1'ə. N1'i bilmirəm. N2'miz 10^26'dır. Bərabərdir. V2'miz olacaq 5. Çünki 1 litr artı. V1'miz olacaq 5'də 4. 4 daha doğrusu. Onda N1 bərabər olacaq 4'dən 5 vurulsun 10^26. Artıq burada gətirib yerinə yaza bilərik. T1 bərabərdir. Təzyiqimiz 700 vurulsun 10^3 bölünsün. N1'imiz olacaq 4'dən 5 vurulsun 10^26 vurulsun. K'mız da 1,4 10^-23'dür. Bu da bizdən ötürü deməli 5'lər 5 vurur 1,4 elə 7 eləyəcək. İxtisar olunlar 4 də yuxarı qalxar. Onlar 400 Kelvin. Doğru cavabımız 400 Kelvindir. Növbəti sualımız. Silindrik qab çəkisib nəzərə alınmayan mütəhərrik porşendə 2 hissəyə ayrılmışdır və porşen tarazlıqdadır. Porşen tarazlıqdadır, o deməkdir ki, P1 və P2 təzyiqləri bərabərdir. Həcmlərimiz var, temperatur eynidir. Onda mən düsturu belə yazaram. PV bərabərdir nu RT. Onda bizim nü'miz V ilə düz mütənasib olar. Nu1 bölünsün nu2 bərabərdir V1 bölünsün V2. O da eləyir V bölünsün 2V olur 0,5. Doğru cavabımız 0,5'dir. Növbəti sual. Verilmişlər ideal qazın təzyiqinin mütləq temperaturuna asılılığı verilmişdir. Bu hansı prosesə uyğundur? Görürük ki, təzyiq sabitdir. P konstantdır. Bu artıq olur izobar proses. İzobar prosesdə temperatur azalırsa həcm də azalır. Bu olur izobar soyuma və yaxud da izobar sıxılma. Bizdə də izobar soyuma variantımız var. Doğru cavabımız olacaq A variantı. Hansı qrafiklər izoxor? İzoxor proses isə
Həcm sabit. Həcm sabitsə P ilə T düz asılıdır. Konsentrasiya da sabit qalmalıdır, sıxlıq da sabit qalmalıdır və həcm sabit qalmalıdır. Həcmin sabit olduğu üçüncü variant var. P ilə T düz asılı 2 var və salam. Doğru cavabımız 2 və 3 A variantıdır. Növbəti sual, sabit temperaturda verilmiş kütləli ideal qaz sabit temperatur deyil, izotermik prosesdir, T konstant. Həcmi 20% azaltda onun təzyiqi necə dəyişir? Təzyiqlə həcm tərs mütənasib asılıdır. 20% azalma deməli 1,25 dəfə azalmadır. Bu 1,25 dəfə azalıbsa, bu 1,25 dəfə artar. Doğru cavabımız B variantıdır. Verilmiş ideal qazın həcminin mütləq temperaturuna asılı qrafik göstərilmişdir. Koordinat sistemində hansı qrafik prosesə uyğundur? Bax, gördüyümüz kimi həcm sabitdir. P ilə T düz asılı olmalıdır. Temperatur artıbsa P də artıb. Ona görə də bizə P-nin V-dən asıllığını istəyir şagirdlər. V-miz sabit olduğu üçün burada da sabit olmalıdır. P artdığı üçün burada da artacaq. Ona görə V sabit, P artır. Y variantı doğrudur. Növbəti sualımız, sabit kütləli ideal qazın təzyiq mütləq temperaturuna asılı qrafik verilmişdir. Görürük ki, təzyiq sabitdir. Təzyiq sabit olanda V ilə T düz asılıdır. T-miz azaldığı üçün V-miz azalır. İndi bizə də həcmin temperaturdan asıllığını istəyir. Həcmin temperaturdan asıllığı düz mütənasiblikdə, amma hər ikisi azalır variantı olacaq. Doğru cavab E variantıdır. Növbəti sual, verilmiş ideal qaz A halından B halına keçsə onun sıxlığı. Deməli, kütləmiz sabit, temperaturumuz sabit. Temperatur sabit olanda sıxlığın düsturunu biz Pm bölünsün RT düsturundan hesablaya bilərik. Rho P ilə necə asılıdır? Düz asılıdır. A-dan B-yə gələndə P-miz neyniyib? 4 dəfə azalıb. P 4 dəfə azalıbsa, sıxlıq da 4 dəfə azalar. Doğru cavab E variantıdır. Bağlı qabdakı ideal qazı 150 Kelvin qızdırsa, onun təzyiqi 50% artarsa, qazın başlanğıc temperaturunu hesablayın. Deməli, bağlı qab deyəndə həcmimiz sabitdir. Yəni, izoxor prosesdir. P ilə T düz asılıdır. P1 böl P2 bərabərdir T1 böl T2. P1 olduğu kimi saxlayacağım. P2'nin yerinə 1,5 P1 yazacağım. T1 olduğu kimi qalacaq. T1 üstə gəlsin 150 yazacaq. Çarpaz vursaq 1,5 T1 bərabərdir T1 üstə gəlsin 150'yə. 0,5 T1 bərabərdir 150'yə. T1'imiz də bərabərdir 300 Kelvinə. Doğru cavabımız A variantıdır. Növbəti sual, hansı proses verilmiş kütləli ideal qazın izobar genişlənməsinə uyğundur? İzobar deyirsə P konstant olmalıdır. P konstant olanda V ilə T düz asılıdır. Genişlənmə deyirsə həcm artır, demək temperatur artır. İzobar proses 1,6 ilə 1,3'dür. Temperaturun artması isə 1,3'dür. Ona görə doğru cavabımız 1,3 keçidi olacaq B variantı. Növbəti sualımız izoxor proses. İzoxor prosesdə V konstantdır. V konstant olanda P ilə T düz asılıdır. Yəni T'miz nə cür asılıdırsa P'miz də o cür asılı olacaq. Ona görə doğru cavabımız D variantıdır. Hansı prosesdə verilmiş ideal qazın sıxlığı artır? Sıxlığın artması üçün izoxor prosesləri siləcəyik. Çünki izoxor proseslərdə sıxlıq dəyişmir. Sıxlığın artması üçün həcm azalmalıdır. Ona görə də biz sıxılmanı götürəcəyik. Olacaq izotermik sıxılma. Çünki sıxlıq həcmlə tərs asılıdır. Həcm azalmalıdır ki, sıxlıq artsın. Sonra verilmiş ideal qaz üzərində aparılan izotermik və izoxorik proseslər Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Qazın təzyiqinin həcminin hasili sabitdir. Yəni PV-nin konstant verir. PV o vaxt konstant olur ki, T konstant olsun. Yəni bu izotermik prosesə aiddir. Qazın təzyiqi mütləq temperatur ilə düz mütənasib asılıdır. Təzyiqlə mütləq temperaturun düz asılı olması üçün həcm sabit olmalıdır. Bu getdi izoxor prosesə. Qazın təzyiqi dəyişir. Avtomatik izotermikə gedir. İdeal qaz moleküllərinin sayı sabitdir. Moleküllərin sayı sabit olması hər ikisinə gedir. Çünki kütlə sabitdirsə sayı dəyişməz. Ona görə 4 gedir ortaya. Qazın sıxlığı mütləq temperaturdan asılı deyil. Bu isə izoxor prosesə aiddir. 5 isə gedir bura. Deməli 1, 3, 2, 5. Qazın təzyiqi dəyişir. İzotermik proses. Uyğun cavab hansı olacaq? Bir dəqiqə baxaq.
3. Qazın təzyiqi dəyişir. Qazın təzyiqi dəyişir də ortaya gedəcək şagirdlər. Çünki izotermik və izoxor prosesdə təzyiq dəyişir. Ona görə onu səhv yazmışıq. Təzyiq gedəcək 3 ortaya. 3, 4, deməli 1, 3, 4, 2, 5. Doğru cavabımız C variantıdır. Ona diqqət eləmədim mən. İzoxor və izotermik prosesdə hər iki halda təzyiq dəyişir. Vermişdə ideal qaz bir haldan iki halına keçirmək üçün onu əvvəlcə izotermik genişləndirdilər, sonra isə izoxor qızdırdılar. Hansı diaqramda bu prosesə düzgün təsvir edilmişdir? Deməli, əvvəlcə izotermik genişləndirdilər. Temperatur sabit, təzyiq azalmalıdır. Çünki izotermik genişlənmədə temperatur sabit, təzyiqlə həcm tərs asılıdır. Həcm artırsa təzyiq azalmalıdır. Təzyiq azalır variantını götürdük və Y variantını götürə bilərik. Sonra deyir ki, sonra isə izoxor qızdırdılar. İzoxor prosesdə isə P ilə T V konstant olanda P ilə T düz asılıdır və düz mütənasibli olmalıdır. T hər ikisi artır. Doğru cavabımız olacaq Y variantı. Burada kvadratik asılıdır, o doğru cavab ola bilməz. Sonra sabit kütlə ideal qazın halının dəyişməsi koordinatı sistemində verilmişdir. Hansı qrafik koordinat sistemində bu prosesə uyğundur? 1-2 prosesi gördüyümüz kimi temperatur sabitdir. Çünki grafikimiz temperatur oxuna perpendikulyardır. Onda P ilə V tərs asılıdır. P'miz azaldığı üçün həcmimiz artır. Ona görə də biz həcmin temperaturdan asıllıq qrafikində birinci hissənin temperaturu sabit, həcmi artır götürəcəyik. İkinci hissədə isə təzyiqimiz sabitdir. Bu birinci hissəmiz. İkinci hissədə təzyiq sabitdir. Təzyiq sabit olanda V ilə T düz asılıdır. Burada T'miz azaldığı üçün V'miz də azalacaq. Deməli, biz düz mütənasiblik götürəcəyik və V-ni, P-ni azaldacaq. 1-3 də bu olacaq. Deməli, 1-2 yuxarı qalxan və 1-3, 2-3 də doğru cavab D variantıdır. Növbəti sual. 1-2 prosesi N ilə T tərs asılıdır. N ilə T tərs asılı N bərabərdir P bölü KT, yəni bu izobar prosesdir. P konstant. P konstantsa V ilə T düz asılıdır. Burada temperatur gördüyümüz kimi 1-2-də temperatur azalıb, konsentrasiya isə artıb. Deməli, həcm də azalacaq. Ona görə də biz həcmin temperaturdan asıllıq qrafikində düz mütənasib götürürük və həcmi də temperaturu da azaldırıq. Sonra isə 2-3 prosesində konsentrasiya sabit. Konsentrasiya sabitsə demək ki, həcm sabitdir və temperaturumuz artır. Həcmi sabit götürəcəyik və temperaturumuzu artıracağıq. Olacaq 2-3 prosesi bu şəkildə. Doğru cavabımız olacaq B variantı. Növbəti sual. Hansı proses vermişlə ideal qazın izoxor soyumasına? İzoxor prosesdə sıxlıq sabit olmalıdır, çünki həcmimiz sabitdir. Ona görə sıxlığın sabit olduğu 1,6 var və 1,4 var. Bizə də deyir ki, soyuma. Soyuma deyirsə biz 1,6-nı götürəcəyik, çünki temperatur azalmalıdır. Doğru cavabımız B variantıdır. 11-ci sualda qrafik qurmaqdır. Bizə deyir ki, bu prosesdə qazın həcminin mütləq temperaturdan asıllığını. Bax, həcmin mütləq temperaturdan asıllığı. Bu, ətraflı yazıdan götürdüyümüz sualdır. Birinci hissədə deməli şagirdlər, Rho ilə P düz asılıdır. Bu, o vaxt mümkündür ki, temperatur sabit olsun. Və qrafikə görə görür ki, Rho artır. Rho artırsa Rho ilə V tərs asılıdır. V azalmalıdır Rho artdığı üçün. Ona görə də temperaturu sabit götürürəm və V-ni azaldıram. Olur 1-2 prosesimiz bu şəkildə. 2-3-ə gəlirik. 2-3 prosesində Rho sabitdir. Rho sabitdirsə bu izoxor prosesdir. İzoxor prosesdə həcmi sabit götürəcəyik və təzyiqlə temperatur düz asılıdır. Təzyiqimiz artdığı üçün temperaturumuz artar. Həcmi sabit götürürük və temperaturu artırırıq. Bu olur bizim 2-3 prosesimiz. Gəlirik 3-4 prosesinə. 3-4 prosesində baxırıq ki, təzyiq sabitdir. Təzyiq sabit olanda V ilə T düz asılıdır. V ilə T düz asılıdır və sıxlıq azaldığı üçün həcmimiz nə edəcək? Artacaq, temperaturumuz artacaq. Yəni biz qrafikin bu hissəsini götürəcəyik düz mütənasiblik. Və sonra bu da 3-4 prosesi. Doğru cavabımız olacaq bu şəkildə. Belə yazıb qeyd etmək lazım ki, bizə tam bal versinlər.
Növbəti sualımız, Porsche ilə təsis edilmiş silindrin içərisindəki verilmiş ideal qazın həcminin mütləq temperaturuna asılı diaqramı verilmişdir. Bu proses zamanı qaz tərəfindən Porsche-yə təsis edilən qüvvə və qaz molekulunun orta kinetik enerjisi necə dəyişər? Deməli, temperaturumuz sabitdir. Temperaturumuz sabit olduğu üçün orta kinetik enerji 2-dən 3 kT-dir. Yəni, orta kinetik enerjimiz sabit olacaq. Orta kinetik enerji dəyişməz. Gəldik təzyiq qüvvəsinə. Təzyiq qüvvəsi isə F bərabərdir P vurur S-dir. S-imiz sabitdir. Çünki silindrik qabdır. Burada Porsche aşağı-yuxarı hərəkət eləyəndə Porsche-nin sahəsi dəyişməz. Ona görə S sabitdir. Gəlirik. İzotermik prosesdə P ilə V tərs asılıdır. Həcmimiz artdığı üçün təzyiqimiz azalar. Təzyiq azaldığı üçün isə təzyiq qüvvəsi azalar. Ona görə deyəcək ki, təzyiq qüvvəsi azalar. Orta kinetik enerji isə dəyişməz. Bu qədər şagirdlər, kanalımıza abunə olmağı unutmayın, bəyənin, paylaşın, hər kəs bundan yararlansın. Sağ olun.